Salam, hər vaxtınız xeyir olsun. Mən Səidə müəllimə. Bu gün sizinlə Camal müəllimin 30 sınaq RFM üçün hazırladıq 30 sınaq kitabından sınaq 2-nin deməli izahını verəcəm. Hüceyrə orqanizm mövzusudur. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. X hüceyrəsinin baxıb görürəm ki, deməli ribosomu var, Y hüceyrəsinin də var. X hüceyrəsinin xlorofili var, amma Y hüceyrəsinin yoxdur. X hüceyrəsinin hüceyrə divarı yoxdur, ancaq Y hüceyrəsinin var. İndi ümumiləşdirsək, X hüceyrəsinin ribosomu var, xlorofili var, amma hüceyrə divarı yoxdur. Y hüceyrəsinin də ribosomu var, hüceyrə divarı var, ancaq xlorofili yoxdur. Gəlin baxaq. A-da deyir Y hüceyrəsi göbələk ola bilər. Y hüceyrəsi əgər hüceyrə divarı varsa və ribosom varsa, bəli, təbii ki, göbələk hüceyrəsində biz deyirik ki, ribosom bütün hüceyrələrdə olur. Hüceyrə divarda bitki, heyvan, bir daha bitki, göbələk və bakteriya hüceyrəsində olur. Ona görə deməli biz düzgündür. Yəni A variantı düzdür. Bizdən düzü istədiyi üçün elə bir də düzgün cavabımız A variantı olacaq. Gəlin digər variantlarda baxaq. B-də X hüceyrəsi prokaryot ola bilər. X hüceyrəsinin prokaryot olması üçün, yəni bakteriya olması üçün hüceyrə divarda olmalıdır. Çünki bakteriyalarda hüceyrə divarı var. Ona görə B variantı səhvdir. C. Simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilməz. Y əgər göbələk hüceyrəsidirsə, göbələk hüceyrəsi ağaclarla və yaxud da yosunlarla simbiyoz yaşayır. Ona görə ola bilməz deyə bilmərik. Ona görə C variantı səhvdir. D variantını deyir, X hüceyrəsi bitki hüceyrəsi ola bilər. Bitki hüceyrəsində də biz deyirdik ki, xarici qılaf hüceyrə divarıdır. Ona görə ancaq burada hüceyrə divarı olmadığı üçün bizdə D variantı səhvdir. Ona görə düzgün cavab A variantını götürdük. İkincidə deyir, başlanğıc sayı 4 olan bakteriyaların sayı 16 dəfə artıb. Yəni 4-ü 16 dəfə artırıb 64 olub. Daha sonra deyir ki, bu zaman əmələ gələn nəsil sayının bölünməyə məruz qalan fərdlərin sayına olan nisbəti necədir? Gəlin bunun üçün sualı kəsək və rahat şəkildə qeyd edək. Başlanğıc sayı 4-dür, yəni N0-ımız 4-dür. 16 dəfə artıbsa, deməli NT-miz 64 olur. Və yazıram ki, NT bərabərdir N0 vurulsun 2 üstü N. Burada NT-miz 64-dür, N0-ımız 4-dür. 4 vurulsun 2 üstü N. 2 üstü N-miz bərabər olacaq 16-ya. Bu zaman N-imiz neçə olur? N-imiz olur 4. Yəni 2 üstü 4, 16 olduğu üçün N-imiz 4-dür. Yəni bizim nəsil sayımız 4 oldu. Bunu tapdıq. Sonra mənə nə deyir? Deyir, bölünməyə məruz qalan fərd sayı. Bölünməyə məruz qalanı tapmaq üçün NT-dən N0-ı çıxmalıyam. 10 da 64-dən çıxıram 4-ə eləyir 60. Yəni bölünməyə məruz qalanım 60-dır. Deməli, nəsil sayının bölünməyə məruz qalan nisbəti 4-ün 60-adır. Bunu da ixtisar eləsək 1-in 15-i olacaq. Bu da B variantında verilib. Deməli, düzgün cavabımız olacaq burada B variantı. Üçüncüdə, tubusun alt hissəsində yerləşir və ya revolverə bağlanır. Çərçivə və bir neçə bölücü şüşədən ibarətdir. Əgər bizdən çərçivə və bir neçə bölücü şüşə deyirsə, bu iki dənə bir mikroskopun hissəsi ola bilər. Ya okulyardır, ya obyektivdir. Əgər tubusun alt hissəsində deyirsə, tubusun yuxarısında okulyardır, aşağısında obyektivdir. Deməli, bizdən obyektivi istəyir. Növbəti suala baxaq. Kök hüceyrələrindən orqanizmin hansı hüceyrəsi yarana bilməz? İndi burada qan olur, ürək bəli olur, əzələ bəli olur, amma böyrəyi biz kök hüceyrəsindən yəni yarana bilməz. Ona görə D variantı bizim düzgün cavabımızdır. Növbəti suala baxaq. Həqiqi ölçüsü 0,4 mm olan cisim aşağıdakı mikroskop altında maksimum neçə santimetr ölçüdə görünə bilər? Əgər bizdən deməli, yenə mən bu sualda kəsim, rahat şəkildə yazmaq üçün. Deməli, bizim həqiqi ölçümüz 0,4-dür. Daha sonra aşağıdakı mikroskopunda maksimum neçə santimetr görünə bilər? Böyütmə dərəcəsini öyrənmək üçün də biz okulyarı vurmalıyıq obyektivin üzərində yazılana.
İndi baxırıq, okulyarın obyektivə vurduğumuz zaman 1-i eləyir 60, yəni 15-i 4-ə vururam. 15-i 10-a vuranda o biri eləyir 150, digəri isə eləyir 600. Yəni biri 10 60-dır, biri 150-dir, digəri isə 600-dür. Yəni mənim düsturum da nə idi? Görünən bölünsün həqiqi bərabərdir, obyektiv vurulsun okulyara. Yəni qısaca qeyd elədim mən. Görünən bölünsün həqiqi bərabərdir, obyektiv vurulsun okulyar. İndi mən maksimum görünəni götürmək üçün təbii ki, yəni maksimum bizdən bunu istəyirsə, obyektivlə okulyarın hansını maksimum götürməliyəm. Onda maksimum mənim 600 idi. Həqiqi ölçümdə 0,4-dür. Görünəni də bilmirəm. Deməli, həqiqini götürürəm 0,4. Böyütmə dərəcəm də elədir. Obyektivdən okulyarın hasilini də maksimumu götürürəm, eləyir 600. 600 də 0,4-ə vuranda 4 millimetr. 24 millimetrimdə 2,4 santimetrdir. Buna görə düzgün cavab olacaq C variantı. 6-cı suala baxaq. Deməli 2,4 düzgün cavab oldu. C variantı. Növbəti suala baxaq. Hansı rəqəmlə verilən canlı və ya canlıların hüceyrə qılafının xarici hissəsi hüceyrə divarı adlanır? Biz dedik ki, hüceyrə divarı hansılarda olur? Hüceyrə divarı olur bitkilərdə, yəni xarici qılafda alın olduğu üçün bitki, göbələk və bakteriya hüceyrəsinin xarici qılafı hüceyrə divarıdır. Bakteriya. İndi ona görə heyvan çıxdı. Bakteriyanı götürürəm, bitkini götürürəm və göbələyi götürürəm. 2, 3, 4 düzgün cavabımız olacaq B variantı. Növbəti suala baxaq. Hüceyrədə hüceyrə şirəsi harda toplanır? Baxın, hüceyrə şirəsi biz deyirdik ki, vakuolda toplanırdı və vakuollarda hüceyrə şirəsi necə olur? Məsələn, 2 dənə hüceyrə götürək. Məsələn, bu cavan hüceyrədir. Bu isə yaşlı hüceyrədir. Buna əsasən biz çal meyvə və yetişmiş meyvə olaraq düşünsək, cavan hüceyrəni çal meyvə olaraq düşünək. Çal meyvəni biz əlimizdə sıxa bilmirik. Nə üçün? Çünki vakuollar çal meyvədə xırda-xırda olur və hüceyrənin xaricinə doğru, yəni səpələnmiş vəziyyətdə olur və nüvə isə mərkəzdə yerləşir. Məsələn, bu nüvədir. Bu isə nədir? Vakuol. Yəni qara ilə işarələdiklərim vakuoldur. Bu cavan hüceyrələrdədir. Ancaq yaşlı hüceyrələrdə isə vakuollar birləşərək bir dənə böyük vakuol yaranır. Nüvə isə necə olur? Hüceyrənin qılafına doğru söykənmiş olur. Yəni nüvə budur, vakuol budur. Yaşlı hüceyrələrdə. Yaşlı hüceyrəni yetişmiş meyvə olaraq düşünün. Məsələn, biz pal meyvələri cavan hüceyrə olaraq düşünsək, yəni pal meyvələri əlimizdə sıxa bilmirik. Çünki hələ vakuol tam formalaşmayıb. Amma yetişmiş meyvəni əlimizdə sıxa bilirik, yumşaq olur. Səbəb vakuol tamamilə formalaşır, hüceyrə şirəsi artıq toplanır. Ona görə burada olacaq vakuol və C variantı. 8-də canlıların müxtəlifliyini və onların təsnifatını öyrənən elm bu sistematika elmidir. Ona görə cavabımız B variantı olacaq.